nədir? Rezistor. Oldu. O da olsun, məsələn, nə olsun? Riyastat olsun. Olar. O da riyastatdır. Riyostat. Bunları qoşmuşuq belə dövrənin nədir? Hissəsini. Bax, bura müsbət olsun, bura mənfi. Aydındır, dövrə hissəsinə qoşmuşuq. Siz burada bir açar da olsun. Açarı da qapadıq. Açarı qapasaq, dövrədən cəryan axacaq. Bax, bu istiqamətdə cəryan axacaqdır. Bu ampermetr qoşaq bura bir dənə. Ampermetr bu cəryanı nə alacaq? Göstərəcək. Gəlin bura bir dənə, bax, voltmetr qoşaq. Buna voltmetr 1 deyək. Buna da voltmetr 2 deyək. Bizə deyirlər ki, buradakı gərginlik sabitdir. Sabit gərginlik mənbəni birləşdirmişəm. Birinci nəyə tapasınız? Burada cəryanın göstərişi var. Birinci ampermetrin göstərişinə baxacaq. I bərabərdir. U bölünsün. Dövrənin tam müqaməti bu müqamətlə, resistor müqamətinin, resistorun müqamətinin cəminə bərabər. Düzdür? Belə. Bu qədər cəryan axır. İndi gəlin bunu sağa aparaq. Bax, sürücü qolunu sağa aparsaq, cəryan buradan axmır. Sağa aparsaq, müqamət artar, azalar. Şuralar. Hə? Bu aparaq sürüşdə, aparaq getirib bura. Bura aparsaq, bax, cəryan keçən hissənin uzunluğu nə oldu? Artdı da, düzdür? Hə? Müqamət nə oldu? Müqamət artdı. Müqamət artdı, riyastatı müqamət artdı. Bax, burada bax, el artdı, ondan bir metrin göstərişi nə olacaq? Azalacaq. Birinci bunu bildik. Bax, sağa sürüşdürəndə ampermetrin göstərişi azalır. Gəl bu voltmetrə baxaq. Voltmetr 1-in göstərişi bərabərdir. Gərgin düşsündə I vurulsun, bu I vurulsun R olacaq, düzdür? R konstantdır. Buna dəyməmiş ki, sabit müqamətdir burada, görürsünüz. Ona görə I vurulsun konstant yazacaq, uşaqlar. İndi I azaldığı üçün voltmetrin 1-in göstərişi olacaq, azalacaqdır. Oldu mu? Diqqətli olun, bu üçüncü bura baxırıq. Bax, iki verir. Riyasitata qoşulmuş ikinci voltmetrin göstərişi I vurulsun, R riyasitat olacaq. Burada işimiz biraz çətindir. Niyə çətindir? Cəryan azalır. Sağa sürüşdürəndə riyasitatın müqaməti artır. Biz buradan konkret bir şey deyəmirik ki, V2 artır yoxsa azalır. Onca buna biz baxmayacaq. Biz nəyə baxacaq? Üçün bu halına baxacaq. Baxın, U bərabərdir, bu gərginlik bərabərdir. Voltmetr 1 ilə voltmetr 2-sin cəminə düzdür. Və o sabitdir. Sabit gərgin mənbəni qoşmuşuq. Bir halda ki, voltmetr 1 azalır, gəmin sabit qalmaq üçün voltmetr 2 normaldır, artmalıdır. Deməli, voltmetr 1 azalacaq, voltmetr 2 artacaq. Bax, məsələn, tutaq ki, belədir, bax, 60 volt vermişik, burası 20 voltdur, bu birisi 40 voltdur, məsələn. Oldu? Cəryan azaldı, bu azalıb olacaq, məsələn, 15 volt, olacaq 45 volt. Gərginlər təzdən paylanacaq. Oldu mu? Bu qədər.